Salam əziz dostlar. Bugün bizim həm servisimizin müştərisi, həm dostumuz Yaşar Cəlilov bizim servisimіздədir. Və istərdim ki, o da bizim servisimiz haqqında bir öz fikirlərini, Azərtex servis haqqında bir öz, belə deyək də, gəlib gördüklərini sizlə paylaşsın. Azərtex servisin bütün əməkdaşlarını öncə salamlayıram, bizi izləyənləri salamlayıram. Demək istəyirəm ki, həqiqətən də çox zövq aldığım bir yerdir. Ona görə ki, burada bir vacib məqam var dostlar. Ona görə ki, sizi alladıb yalandan filan şey xarabdır deyib dəyişmirlər. Əgər o işləyə bilərsə, o xarab olacağı günə qədər onu, necə deyim, maşın üzərində saxlayırlar. Mən sizi çox sevirəm və bura gələndə heç vaxt heç nə gözləmirəm. Rahat şəkildə gəlib əyləşirəm, bir kofe içirəm və oradan öz maşınımı izləyirəm. Və həqiqətən də bu reklam xarakteri deyil, əziz dostlar. Məni tanıyanlar bilir zaten ki, mən heç vaxt heç nəyi yalandan reklam etmirəm. Yox, reklam üçün yox. Təsadüfi biz servisimizlə bağlı hər halda geyimdən də çəkiliş eləyirdik həqiqətən və istədim ki, Yaşar da bizim servisimiz haqqında öz fikirlərini bildirsin. İllərdir mən bu servisin müştərisiyəm, dostluğu qoyuram qurağa. 14 ildir mən bu servisin müştərisiyəm və mən bu servisdən yerlə göy qədər razıyam. Dostlar, hər birinizi dəvət edirəm, çağırıram ki, belə səviyyəli, gözəl servislərə müraciət edəsiniz ki, aldanmayasınız. Təşəkkür edirəm.